Dostlar, hər vaxtınız xeyir olsun. Çox sadə bir sualımız var. Baxaq bu suala. Demək yazılıb ki, dəyişən feillərə aid hansı fikir dəyişməyən feillərə aid edilə bilməz. Demək, təsriflənən, təsriflənməyən feil kimi də eşitmiş olarsınız, görmüş olarsınız. Ona görə baxaq ortaq xüsusiyyətlər hansıdır, ortaq olmayanlar hansıdır. Quruluşda sadə düzəltmə və mürəkkəb olur. Həm dəyişən feillər, həm də dəyişməyən feillər quruluşda sadə düzəltmə və mürəkkəb olar. Xatırladım ki, dəyişən feillər feilin əmr, xəbər, lazım, arzu, vacib, şərt şəkilləri, dəyişməyən feillər isə məstər, feili sifət və feili bağlamadır. Onların hər ikisi quruluşda sadə düzəltmə və mürəkkəb ola bilər. Ona görə testimizin cavabı kimi biri götürə bilmərik. Cümlədə feili xəbər, dəyişən feillər cümlədə feili xəbər olur. Bəli. Dəyişməyən feillər isə ismi xəbər olur. İsmi xəbər olmaq məstərlə feili sifətin xüsusiyyətidir, ola bilər. Feili bağlama heç xəbər də ola bilmir. Demək, testimizin cavabı başlayır 2 ilə. 2 ilə başladığına görə B, C və D variantlarını silirik. Amma hər ehtimala qarşı hər iki varianta baxanda, bu da testin elə bir ki, cavabını daha tez tapmaq üçün bax, hər iki variantda A və E variantında 2, 5, 6 var. A-da 4 var. Bununla da daha tez bir zamanda tapmaq olar. 4-ə baxırıq, qrammatik cəhətdən feil sayılır. Bəli, həm dəyişən feillər, həm dəyişməyən feillər qrammatik cəhətdən feil sayılır. Ona görə bu da ola bilməz deyə testin cavabı A variantı da olmaz. Tutaq ki, E variantı olacaq. Testin cavabı E variantı olacaq. Amma digərlərinə də hər ehtimala qarşı baxaq. Təsdiq və inkarda olur. Bəli, həm dəyişən feillər, həm dəyişməyən feillər təsdiq və inkarda olur. Ortaq xüsusiyyət sayıla bilməz. Ortaq xüsusiyyətdir, daha doğrusu tək dəyişən feillərə aid edilə bilməz. 5-də cümlədə feili xəbərin sualına cavab verir. Bəli, dəyişən feillər, yəni əmr, xəbər, lazım, arzu, vacib, şərt şəkilləri cümlədə feili xəbərin sualına cavab verir. Demək, bunu da fərqli xüsusiyyət kimi götürmək olar. 6-da yalnız feilin xüsusiyyətlərini daşıyır. Bəli. Necə ki, bilirik ki, məstər ismin və feilin, feili sifətin və feilin, feili bağlama isə zərf və feilin xüsusiyyətini daşıyır. Dəyişən feillər